Aha. Hı hı. So. Niye ses açım? Aha tamam. Okey. Güzel. Hazır bu ekrandadır. Bir saniye. Aha tamam bu ekranda. Okey. Yayında olduğu her şey yerinde. Okey. Başlayabiliriz. Hı hı. Demək bu günlərim Blueprint-dən başlayırıq. Uje kodlamanın təməl məntiqinə başlayırıq. Biz modelimizi düzəltmişik. Asetlərimiz var, karakterlərimiz var, animasiyamız var. Artıq bunlara bir işlevsəllik qatmağa çalışmalıyıq. Hı Yəni hı. necə deyirlər? Məsələn, deyək ki, bir qapımız var, qapımızı açmalıyıq. Və ya bir sandıq var, sandığı açmalıyıq. Və ya bir yerdə mesh var, onu interakt eləyib əlimizə almalıyıq. Və ya deyək ki, bir silahımız var, silahımızı alıb silah götürmə animasiyasına keçib, yəni silahın Hı aydın hı. animasiyasına keçib, biz bunu əlimizdə tutmalıyıq. Və ya sol kliyə basdıqda biz bundan necə deyirlər, weapondan güllə çıxmalıdır. Belə deyim Hı qısaca. hı. İlk olaraq necə blueprint yarada biləcəyimizi, yəni Hı hı. kod məntiqini ilk başlanğıcı necə qoya biləcəyimizi başa salım. İlk olaraq sağ kliyə basırıq. Burada blueprint class yadınızdadır Biz aktör. üzr Hı -hı. istəyirəm. Hansısa bir detalın üstündə yoxlayırıq da blueprinti. Yoxsa elə prosta təxmini kod yazırıq, öyrənirik daha doğrusu. Belə deyim, Yəni ə, tətbiq edə-edə biz şey eləyəcəyik, yoxsa necə? Belə deyim, ilk başlarda biraz anlayış biraz çətin olacaq. Hı hı. Amma yavaş-yavaş uje məsələ deyəcəksən ki, məsələn, mənə belə bir sistem lazımdır. Hə, bunu necə qura bilərəm? Biraz düşüncəksiniz, hə, belə qura bilərəm. Başlayırsınız avtomatik olaraq kodu yazmağa, yavaş-yavaş. Amma indilərdə biraz çətin ola bilər. Bunun üçün də nə edirik? Məsələn, bir sistem ağlımıza gəlir, yazmaq istəyirik. Bu zaman görə insanlar necə yazıb deyə bir baxırıq tutoriallardan. Məsələn, Aha. deyək ki, ən sadəsi qapı açma mexanikası deyək. Necə ola bilər? Fərqli-fərqli yollarla yazılır. Bir də bir şey deyim, unutmayın. Bir kodu yazmağın, yəni bir mexanikanı yazmağın birdən çox yolu var. Yəni Aydın. spesifik bir yolla gedəcəyik deyə bir termin yoxdur təəssüf ki. Aydındır. Misal qapı açma mexanikası. Açma mexanikasını necə edə bilərik? Bir qapı meşi, statik meşi qoya bilərik. Bir dənə də box Hı hı. qoya bilərik. Karakter boxun içinə girdikdə inputu enable eləyirik. Yəni məsələn F-ə basanda açılma inputunu enable eləyirik. F-ə basırıq, animasiya oynayır, qapı açılır. Hı Və ya hı. təzədən F-ə basırıq, animasiya oynayır, qapı bağlanır. Misal. İkinci yöntəm məsələn line trace ata bilərik. Bir dənə arrow kimi, ox, lazer kimi düşünün. Lazer atırıq, meşə interaktlanır, animasiya oynayır beləncə. Misal. Nəysə. Aydın. Bir saniyə. Aha, tamam. İlk olaraq sağ kliyə basdırırıq. Yadınızdadsa aktor anlayışı başa salmışdım sizə keçən Süperəm. səfər. Blueprint class panelini açırıq. Burada fərqli-fərqli necə deyirlər, klasslar var, görürsüz də. Hı hı. Biz hələ ki başlanğıc olaraq aktordan başlayacağıq. Sonra yavaş-yavaş pawn, karakter, player controller, game mode, sonra aktor komponent, sonra da scene komponent. Sonra da Hı hı. aşağıda yavaş-yavaş burada çox node var. Burada aşağıda çox klass var. Hı hı. Burada gərəklilər. Yəni aralarında gərəksizlər də var. Yəni əslində gərəklidir. Sadəcə bizim başlanğıc səviyyə üçün ə, lazım Aydın. olmayacaq klasslar var. İlk olaraq aktordan başlayaq. Aktora basırıq və bir dənə bizə aktor yaradır. Təbii ki də adlandırırıq. Aktor necə adlandıra bilərsiniz? Ya PPC yaza bilərsiniz, ya ABP yaza bilərsiniz. Aktor Blueprint yaza bilərsiniz ya da Hı hı. ABPC, yəni Aktor Blueprint Class kimi də yaza Hı bilərsiniz. hı. Mən indi BPC yazacağam, Blueprint Class. Və nə olsun adı? Misal hələ ki, məsəl deyək ki, event, məsəl yox, ə, print text yazaq. Misal, hələ ki print text. İlk başlanğıcı Hı qoyuruq. hı. Açdıq. Belə bir panel gəlir. Keçən səfər sizə UI-dan çox az biraz məlumat vermişdim, amma indi Hı biraz daha hı. detallı məlumat verim. UI-da yuxarıda eyni qaydada fayl paneli eynidir, yəni bizim UI-mızla eynidir. Çox az fərqliliklər var. Hı Save hı. paneli, content browser, yəni bizim hal-hazırda açdığımız Blueprint-in content browserına getmə, compile eləmə, div qalsın. Find, məsələn bir node var, node axtarma. Hide unrelated
unrelated. Hide unrelated. Nə işə yarayır? Bizim ancaq toxunduğumuz meşləri hidden eləyir. Qalan meşləri biraz daha blurlu eləyir qısaca. Class settings bizim bu hal-hazırda aktorumuzun class ayarları, sinif ayarlarını eləyə bildiyimiz bir paneldir. Default class isə buna ekstra funksiyalar, yəni hal-hazırda blueprint'in içində olan funksiyalar ayarlaya bildiyimiz paneldir. Simulate bir simulasiya olayı üçün istifadə olunur. Qıraqda play oyunu başladan kimi, yəni oyunu başlatma düyməsidir. Eyni bu səhnədə paneldən eynidir. Heç bir fərqlilik yoxdur, spesifik fərqlilik yoxdur. Şey demək, fasilə vermək, dayandırmaq və şeydir, simulate eyni, bununla eyni qaydada. Bu panel elə burayla eynidir. Burada debug var, debug paneli var. Debug paneli nə işə yarayacaq? Məsələn, biz kodu yazmışıq, kod istədiyimiz kimi işləmir. Debug paneli ilə kodun işləmə xəritəsini, yol xəritəsinə baxa bilirik. Bunu inşallah kodu yazdıqda detallı başa salacağam. Components paneli bizim hal-hazırda fikir versən burada viewport, construction script, viewport, construction script və event graph paneli var. Biz viewport'a məsələn aktorlarımızı, statik meshlərimizi, skeletal meshlərimizi, məsələn audio komponentləri, VFX-ləri, light fərq yoxdur. Hər şey əlavə eləyə bildiyimiz paneldir. Bax fikir versəz components paneli var, add var. Burada fərqli class deməyək, meshlər var, statik meshlər, light, fərqli şeylər var. Hətta sprite belə var. 2D oyun belə düzəldə bilirsiniz. Fikir verin, PP sprite. Okay. Burada hal-hazırda komponentin aşağısında bax fikir verin. Bizim meshimizin blueprinti aşağıda default scene root, yəni pivotu. Bu meshin pivot nöqtəsi, yəni bu blueprintin pivot nöqtəsi var. My blueprint paneli burada bizim blueprint hissəsi ilə əsaslanır. Məsələn, event graph, hal-hazırda fikir verin, burada event graph eyni şeydir. Bunun üstünə də basaraq bura gedə bilərik. Və ya buradan da bura gedə bilərik. Bizim kodu yazdığımız yer. Construction script qalsın. Bu biraz daha irəlik dəstələrin detayıdır, amma kiçik bir məlumat verim. Construction script əsasən bizim meshimizi səhnəyə qoyduqda datasını dəyişdirmək üçün istifadə olunur. Anlıq buna siqnal gedir, qısaca belə deyim. Biz yerini dəyişdirdik demişik. Statik mesh yox, blueprint. Okay. Makroslar qalsın, variablelar dəyişkənlərdir. Belə deyim, biz koda işlevsəllik qatmağımız üçün istifadə olunur qısaca. Dispatcher'da siqnal yollamaq üçün istifadə olunur. Bu da daha irəlik dəstənin, hələ ki başlanğıc səviyyə üçün hələ ki variablelardan gedəcəyik. Sonra burada details paneli var. Biz viewportda toxunduğumuz meshin detailsini görə bilirik istədiyimiz kimi. Və ya qrafda hər hansı bir nodun detailsini görə bilirik. Məsələn, bu nodda orada details yoxdur deyə açılmır hal-hazırda heç bir şey. Burada compiler result var. Biz burada compiler'a basdıqda avtomatik olaraq compiler eləyəndə burada əgər xəta varsa bura düşür. Deyir ki, məsələn, bu nodda xəta var, xətanı fixlə. Və ya xətanın adını deyir. Biz bu xətanı internetdə araşdıraraq xətanın nə olduğunu tapa bilərik. Və burada fikir verin milisaniyə məsələsi var. Milisaniyə məsələsi nədir? Oyun motoruna, yəni blueprintdə belə bir mənfi bir yan var. Yazdığınız kodda milisaniyə məsələsi olur. Əgər kodun nə qədər qəliz yazdınız, o kodda milisaniyə yüksəlməyə başlayır və kodda bəzən düzgün işləməmə problemi yaranır. Amma və yaxud da gecikdir. Və yaxud da gecikdir, qısaca belə deyim. Find result əsasən bu olmur paneldə. Bu çox vaxt beləncə olur. Find ya da find result olmur. Bəzən compiler result da olmur. Bunu Windows'a gəlib buradan aça bilərsiniz. Bax fikir verin. Find result. Okay. Bu aşağı panel content browser'ı açmaq, output log, yəni bizim necə deyirlər, oyun motorunun içində olan bütün necə deyirlər, olaylar, bütün hadisələrin hamısı yazıldığı yer. Fikir verin. Oyun motorunu hələ tez açmışam, görün nə qədər şey oldu. CMD-də bildiyimiz CMD-dir, kod yaza bildiyimiz, təbii ki də debug kodlarını yaza bildiyimiz yerdir. Aşağıda save paneli var.
Məsələn, yazdıq kodu saveləyə bilərik. Yuxarıdan da saveləyə bilərik. Amma bəzən all save olunmur. Onda Ctrl Shift S eləyin, savelənir. Revision control əsasən bilirsiniz, version control üçün istifadə olunur. Məsələn, deyək ki, biz kod yazırıq. Kameraya düşür. Okay. Biz kod yazırıq. E, Kodumuz yazdıq, göndərdik kodumuzu, biraz da yazmağa başladıq. Hə, məsələn, bu kod istədiyimiz kimi olmadı. Biz kodu dala qaytara bilirik. Belə bir funksiyadır. GitHub bu işə yarayır əsasən. Revision control da onun bir funksiyasıdır qısaca. Hal-hazırda beləcəyinə. İndi sizdən balaca bir xahişim olacaq. Unreal açıqdır hal-hazırda sizdə. Heç açmamışam. Hə, tamam. Açın, heç bir problem yoxdur. Açana qədər də mən bir dənə gözləyim. Hazırda ekranıma baxa bilirsiniz, yoxsa hazırda Unreal açılır? Aha, Okay. baxa bilirəm. Aha, tamam. İndi başlayaq sırayla nodların məntiqinə. Yavaş-yavaş başlayaq. İlk olaraq ən sadə nodlardan biri. Bax, hal-hazırda graph panelinə gəldim, coding panelinə gəldim. Bax, fikir verin, burada 3 dənə default nod var. Begin actor overlock qalsın, bunu saxlayıram. Event begin play ilə event 2 başa salım. Sonra sırayla digər nodlara keçək. Event begin play nədir? Siz oyunu başlatdıqda bir ədəd siqnal yollayır. O siqnala əsasən kodu çalışdırır. Blueprintdə məntiq belədir. Siz kodları bildiyiniz şey kimi, necə deyirlər, diaqramlar kimi düzürsüz. Nodlarla düzürsüz sıraya. Və kod işləyiş məntiqi sağdan sola doğru gedir. Kod işləyiş məntiqi belədir. Sağdan sola doğru. Bilin tekst necə oxuyursansa elə. Məsələn, bu başlanğıc nöqtəsi buradır. Başlayır, qoldan çıxır, düppədüz gedə-gedə gedir. Təbii ki də kodun nə tərzdə yazmışsınızsa, məsələn, aşağı, soldan sağa doğru gedir. Event 2 isə event begin play bir dəfə siqnal yollayır. Event 2 isə sizin oyununuzda neçə dənə saniyə başında neçə dənə frame dönürsə, neçə dənə necə deyək, saniyə başına neçə dənə şəkil görürsünüzsə, o qədər siqnal yollayır. Belə deyək. İndi bunu test eləmək üçün bir dənə nod daha öyrədirəm sizə. Hələ ki. Bir saniyə. Bax bu nod. Print string nodu. Fikir verin. Bu nod. İndi gəlirəm bura. Event begin play-ə gəlirəm. Bax qolu tuturam. Ya sağ kliyə basıb print string yazırıq. Enter-ə basırıq. Nod gəlir. Bunu buna bağlamaq üçün sol kliyə basılı tutub, yəni bu girişdən sol kliyə basılı tutub buna çəkib buraxsaz bağlanır avtomatik. Alta basıb bu nodu, yəni bu qolu qıra bilirik. Alta basırıq, yəni sol kliyə basırıq, nodu qıra bilirik. Və ya kontrola basıb bu nodun qolunu çəkib başqa bir yerə bağlaya bilərik. Başqa bir, məsələn, noda bağlamaq üçün istifadə olunur. Bunun yaxşı funksiyası bilirsiniz nədir? Misal deyək ki, belə deyin, nod. İkisini kontrola basıb 2 dənə qolu birdən tutub çəkə bilirik istədiyimiz kimi. Beləncə. İndi gəlin başlayaq bu event begin play-dən. Event begin play bax indi fikir verin. Oyun başladıqda qol irəli doğru gedir. Print string teksti yazdır. Nə teksti? In string. Bax fikir verin. Bunu yazdıracaq. Nədir? Hello. İndi gəlin test üçün bir şeylər yazdıraq. Bu aşağıdakı qraflar haqqında məlumat verim. Print to screen bizim ekranımıza, sol yuxarıya teksti yazdıracaq. Print to log bizim bura, output loga, bura yazdıracaq teksti. Text color, yəni yazdıracaq tekstin rəngi nə rəngdə olsun, odur. Duration ekranda nə qədər durması, yəni neçə saniyə ekranda dursun, odur. Yəni text color rəngidir. Print log nə idi? Tutmadım. Bir dəqiqə. Print to log bizim output log. Dedimi? Unreal başlayanda nə qədər olay varsa hamısı burada yazılır. Fikir verin. Print to log onu logda da yazdırır. Yəni burada yazdırır o kodu. Text color bizim tekstimizin color'ı. Duration ekranda neçə saniyə dursun. Yəni ekranda neçə saniyə? Deyək ki 2 saniyə, deyək ki 3 saniyə, deyək ki 4 saniyə. Key isə case sırayla əlaqəlidir. Misal birdən çox tekstimiz var. Məsələn, deyək ki, bu 0-cı key də dursun. İkinci key də dursun. Nə qədər ekstra keylər gəlsə belə, onlar yenə də o sırada durmağa davam edir.
Sadəcə indeks nömrəsi deyək də, ya da sıra nömrəsi deyək. Hı -hı. Okey. İndi blueprint compile eləyirəm, tamamlandı. Bax fikir verin aşağıda da unsaved deyil. Bunu bir dənə saveləyək, saveledik. Tamam. Gəldim səhnəyə, oyunu başladıram. Başlatdım. Niyə heç bax fikir verin heç nə olmadı. Ekrana heç nə yazdırmadı, heç bir şey olmadı. Sizdə niyə? Şey qoymamışıq. Yəni o nəyəsə içinə girməlidir, oradan sonra yazı çıxmalıdır, yoxsa necə? Yox. Hə, duration bəlkə az qoymuşuq. Yox, belə deyim. Biz bu hal-hazırda kodu yazmışıq, amma bu kod səhnəmizdə yoxdur. Bax outline yazıram. Bax adı nədir bunun? Bax bir dənə baxın. Bu BPC print text bu. Aha. Gəlirəm bura BPC altdan xətt. Bax heç bir şey çıxmır. Print text. Hal-hazırda səhnəmizdə yoxdur deyə o mesh, o kod çalışmır. Çünki o mesh burada vizual olaraq var. Hal-hazırda səhnədə virtual olaraq yoxdur. Ya o əslində səhv dedim, ikisi də eyni şeydir. Səhnədə necə deyək, real varlıq olaraq yoxdur. Biz bunu blueprint buradan, content browserdan tutub səhnəyə atırıq. Bax fikir verin, artıq səhnəmizdə var. Outliner panelində meshimiz var. Aynen. Okey. İndi oyunu başladıram. Bax fikir verin, ekrana hello yazısı gəldi. 3 saniyə, 2 saniyə keçdi və getdi. Gördünüz? İndi gəlirəm, biraz dəyişiklik edeyim. Məsələn, hello olmasın. Deyək ki, nə olsun, nə olsun, nərə olsun? Ən yaxşısı. Araz Market. Qırmızı, qırmızı rəngdə olsun. Və duration ekranda 10 saniyə yazılsın. Misal. Bax, indi print to screen-i bağlayıram. Compile eləyirəm. Save eləyə bilərsiniz, istəməsəz də eləməyə bilərsiniz. O işi sizin məsələsidir, amma bəzən çökmələr olur. Bax, fikir verin, hazırda ekrana yazdırmadı. Meşimiz səhnədədir, amma ekrana yazdırmadı. Çünki bu bağlıdır. Bunu aktiv edirəm, artıq ekrana yazdıracaq. Fikir verin. Araz Market. Və 10 saniyədən sonra yoxa çıxacaq. Silindi. Görürsüz? Okey, yaxşı, biz sonsuz orada saxlamaq istəsəm, Necə? orada sonsuz olaraq saxlamaq istəsəm, Sonsuz olaraq saxlamaq istəsək, gözəl sualdır. Olarmı? Olur. Duration 0 yazsaq. Və bunu dəqiq bilmirəm. Çünki bu əsasən debug üçün istifadə olunur. Amma maraqlı gəldi. Görsən nə qədər 9 yazmaq olur. Yəni istəmədiyimiz limiti var. Pi qədər, yəni dilin qədərindən limiti var. Yəni maksimum bu qədər çağırmaq olur, amma bu da belə deyim də, yəni insan ömrün yetməz bunu tutarmasına. Qısaca. Artıq ömrü boyunca ordadır. Misal. aydındır, yaxşı, Amma bəs. belə deyim, bunu heç vaxt istifadə eləməyəcəksiniz şey üçün. Məsələn, sonsuz bir şəkildə ekranda yazılı qalsın falan filan istifadə eləməyəcəksiniz. Bunu əsasən debug üçün. Bu oyunlarda nə üçün istifadə edirlər? Tam olaraq başa düşmədim. Bax, Debug nəyin? aşağıda özü də yazıb. Development only. Bu əsasən şeydir, necə deyirlər? Kodlarda debug, yəni kodlarda xətanı tapmaq üçün istifadə edəcəksiniz. Belə deyim, oyunlarda, yəni oyun bake olunmuş oyunlarda əsasən bu istifadə olunur. Çünki ancaq developmentda görünür bu. Ya oyunun bake'ində heç vaxt görünmür. Aydın. Okey. Bura qədər bir sualınız var? Yox, əslində. Okey. İndi gəlirəm. Bax, kodu oxuyaq bir dənə. Oyun başladı, ekrana yazdırdı. İndi bunun eynisini, bax bu qolu buradan qırıram, gətirirəm event tikə bağlayıram. Event tik nə idi? Yəni bir neçə dəfə vurur da, elə bir şey, hər kadra görə. Okey. İndi gəlin baxın. Fikir verin. Aydındır. Kod təkrarlayır. Və bu sonsuza qədər gedir. Yəni think sonsuza qədər işləyir. Aydındır. Belənçə. Təbii ki də amma təbii ki də biraz optimizə bir yöntəm deyil. İrəlilərdə biraz daha detallı nudlar var. Onları da öyrədəcəm inşallah. Məsələn, event-2 elə olacaq heç istifadə eləməyəcəksiniz. Çünki optimizə deyil. Heç optimizə deyil. Okey.
İndi 3 ədəd nud öyrəndik hələ ki. Event begin play, eventik, bir də print string. İndi digər nodlara baxaq. Delay nodu. Delay nodu məsələn məntiq olaraq sizcə nə işə yarayır? Delay completed. Yəni sonlandırmaq. Complete tamamlandıdır. Delay. Delay sözü nədir ingilis dilində mənası sizcə? Delay bilmirəm, yalan deyirəm. Delay sözünün mənası şey, gecikdirmək. Delay bir dəqiqə. Gecikdirmək bilirəm mən. Bir saniyə. Gecikdirməkdir. Hə, hə. Bir dənə baxaq. Hə, gecikmə. Düzdür. Gecikmə. Okay. İndi gəlin bunu sınayaq. İndi hal-hazırda oyun başladıqda gətirirəm, delay yazıram. Delayın funksiyası oyun başladıqda siqnalı, məsələn, deyək ki, burada duration var, neçə saniyə gözlətmək istəyirik. Məsələn, deyirəm ki, oyun başladıqda 1 saniyə gözləsin, 1 saniyə gözləsin. Sonra String. ekrana məsələn deyək ki, Araz marketi yazdırsın. Fikir verin. Okay. Compile elədim, oyunu başladım. 1 saniyə keçdi, sonra Araz marketi yazdırdı. Gördünüz? Aydındır. Məsələn, deyək ki, bunu 5 saniyə çəkək. Okay. 3, 4, 5. Tak, gəldi. Okay. İndi burada bir dənə məntiq olacaq. Mən event begin play-i silirəm. Çıxardıram buradan. Gətirəm event 2 bağlayıram. Və deyirəm ki, okay. Burada nə baş verəcək? Bir dənə mənə deyə bilərsiniz, Əmid olmasa. Eyni şeydə 1 saniyə saxlayacaq, 1 saniyədən sonra duration'da bu Araz market yazılacaq. Okay. Nə qədər? Neçə dəfə eləyəcək bunu? Deməli, məncə sonsuz. 10 yoxsa 10 dəfə. Yox. Event 2-ə bağlıdır. Event 2-in funksiyası nə idi? Hə, sonsuz olaraq gedir də, elə bir dayanma. Delay nə işə yarayacaq burada? Elə bir o başlamağı sonsuz gedən yazı başlamamışdan qabaq neçə qoymuşuqsa saniyə, onu gözləyir, sonra başlayır. Okay. İndi gəlin bir dənə baxaq. 1, 2. Görürsüz? Hər 1 saniyədən bir gözlədir, kodu çalışdırır. Aydındır. Və belə davam edir. Və fikir verin, hal-hazırda davam eləmir. Çünki bu yazının dayanmayıb. Hal-hazırda getməyə davam edir. Prosto bizim tekstimizin duration'ı 10 saniyədir deyə. Ya 10 saniyədən sonra artıq şey eləmir də, ya ekranda silinir deyə tekst. Bax fikir verin, davam eləyəcək. Yəni aşağıya doğru gedəcək. Aydındır. Bax getməyə davam edir. Ta ki 100 saniyə tamam olandan sonra başlayacaq silinməyə. Okay. Gözəl. Sonra digər nodlara keçək. Tak. Burada print string delay getdi. Okay. İndi gəldi ilk dəyişkənimizə. Dəyişkən nədir? Bayaq da başa saldığım kimi, biz kodlarda, yəni məsələn bir meşə manipulyasiya eləməyə çalışacağıq. Məsələn onun funksionallıq verəcək. Misal hər hansı bir oyundan misal göstərək. Misal biz silahı əlimizə alırıq. Məsələn deyək ki, hər hansı bir oyun deyək. Məsələn kod. Məsələn Call of Duty deyək. Call of Duty-də yerdən silah götürmə bildiyim qədərini yox idi arenada, amma Battle Royale modunda var idi. Yerdən silahı götürəndə karakter idle-dan, misal deyək ki, necə deyirlər, primary weapon-a keçir misal. Burada iki animasiya fərqli animasiyalardır. Bunun animasiyanın keçməsi üçün ortada bir dənə dəyişkən var misal. Deyək ki, true false dəyişkəni. Hə, yox dəyişkəni. Biz silahı götürdükdə yerdən o true gedir və milli weapon şeyini keçir. Yəni milli nə idi? Primary
primary weapon animasiyasına keçir. Misal. Hı hı. Bolun nədir? İndi bunu deyim. Bolun iki dənə dəyəri var. Hə ya da yox. True, false. Qısaca belə. Tamam. Bu əsasən nə üçün istifadə olunur? İndi bunu başa salmaq üçün bir dənə də nod var. Onu göstərəcəm. Branch nodu. Bildiyin kodlamada if adında bir şərt var. Məsələn, əgər misal deyək ki, 5 3-dən kiçikdirsə, Hı misal, hı. true ver ya da 5 3-dən kiçik deyilsə, false verəcək. Misal. İndi Hı hı. gətirirəm branch nodunu, print to textə gəlirəm. Oyun başladıqda branch olsun. Okay. Bir dənə dəyişkən yaradıram variables panelindən. Hı Üstə gələyə hı. basıram. Avtomatik olaraq bizə bir dənə dəyişkən yaradır. Ad verməliyəm. İndi mən buna verirəm ki, can yellow text məsəl olaraq. Text deyək. Bax, fikir verin, avtomatik olaraq bolun yaradır. Amma biz buradan istədiyimiz kimi type-ını dəyişə bilirik. Fikir verin. Byte, integer, float, name, string, text, vector və rotator, transform. İndi hələ ki biz bolundan gedək. Sonra yavaş-yavaş digər nodlara keçərik, digər dəyişkənlərə keçərik. Bax, fikir verin. Biz bu dəyişkəni səhnəyə ata bilirik. Yəni kod panelinə ata bilirik. Tuturam, Hı. sürüşdürürəm. Bax, fikir verin. Get və set halında çağıra bilirəm mən bunu. Bunlar nədir? Get bizim bu mesh'in üstündə olan dəyər. Yəni true ya da false dəyəridir. Seti Hı. isə biz bunu kodun içində dəyişə bildiyimiz dəyərdir. Fikir verin. Get də çağırım. Set də çağırım. Fikir verin. Text ya bunun üstündə bir tik yoxdur. True false tiki yoxdur. Çünki bu içində dəyər tutur. Amma bunda fikir verin tik var. True false tiki var. Hı hı. Fikir verin. Aydındır. Okay. Və bax indi bir dənə compile edeyim. Compile edeyim ki, burada data gəlsin. Bax fikir verin, bunun üstünə basıram. Bax burada da eyni tik var. Bax fikir verin, true false tiki var. Okay. Gəlin indi kiçik bir məntiq quraq. Branch'a verdim. Bax fikir verin, branch'ın burada qırmızı girişi var. Pini var deyək daha doğrusu. Qırmızı pin bolun deməkdir. Bax fikir verin, condition bolun. Görürsüz? Bu da bolun. Mən bunu gətirirəm, get halında sürüşdürürəm səhnəyə. Getə bastım, birləşdirdim bura. İndi burada belə bir şey yarandı. Oyun başladıqda can yellow nədir? True'dur, false'dur. Əgər true'dursa, yuxarı qoldan gedəcək. İndi bax bir dəqiqə. Print. Məsələn, bura yazıram true. True e. Hə, tamam, ağam. Düş aşağı. Okay. 10 saniyə. Bax. Bir dənə də node yaradıram. Aşağı qola bağlayıram. Buna da false verirəm. False. Okay. Tamam. Burada indi belə bir olay yaranacaq. Oyun başladıqda branch'a gedəcək. 2 dənə qol var arasında. Fikir verin, true, false. Sizcə hansı oynayar? Hansı text ekrana yazacaq? Yəni true text ekran yazmalıdır da yəqin ki. Baxaq. Can yellow true'dur, false'dur. Can yellow şeydir, false da lazımdır. Okay. Onda bir dənə düşünək. Burada necə bir olay baş verə bilər? Hə, onda false olacaq. Okay. Gəlin bir dənə çalışdıraq oyunu görək nə verəcək. Dediyiniz kimi false. Hə, false. Bu arada text oxunur. Rahat. Oxunur hə, false. Okay. Bunu bir dənə qırmızı eləyim, sizin rahat gözünüz şey eləməsin, ağrımasın. Çünki mənim gözüm ağrıdı. Sizin 100% gözünüz ağrıyacaq. Okay. İndi gəlirəm buradan. Can Yellow'un üstündəki tiki false idi da indi. True'ya çəkirəm. Sizcə indi hansı hadisə baş verəcək? İndicə true olmalıdır da Okay. yəqin ki. Oyunu başladaq. Dediyiniz kimi true oldu. Görürsüz? Hı hı. Demək, Bolu'nun məntiqini anladınız. Başa düşdüm mən. İndi gəlin. Bunu indi biz editordan dəyişdirdik də true false. İndi gəlin belə eləyək.
bu kodu kodla bir yerde dəyişdirək. İlk olaraq true şeydir, false gəlsin, false yazısı gəlsin. Gözləsin, sonra da true yazısı gəlsin. Eləyək. Hə, bildim. True-ya qoşuruq. Bir dənə arada delay səfirimizi qoyuruq. Okay. Yox. İndi bir dənə mən tiki bağlayıram. İndi hələ ki Aha, bir saniyə. Gəl tiki bağlayır. Begin play çıxardıram. Bunun yerinə tik qoyacağam. Qabağına bir delay qoyacağam ki, aha, hər bir saniyədən bir siqnal yollasın ki, şeydir, daha rahat olsun bizim anlamağımız. hı. Okay. Bağladım. Tamam. Əla. Bura qədər əla. İndi oyun başladıqda. Güzel güzel. Şimdi birazdan Hı. gel. Tamam. Oyun başladıqda bir saniyədə bir siqnal yollayacaq. Can yellow false-dur da. Ona görə də avtomatik olaraq branchdan false qoluna gedəcək. False Aha. qoluna getdikdən sonra ekrana yazdırsın. Sonra Ha, delay versin. delay sonra Bir saniyə olsun. bir saniyə, Hələ ki bir bir dənə saniyə də olsun. Buradan duration'ı bir saniyə eləyəcəm ki, bir saniyədən bir şey eləsin. Bir saniyə. aha, bir dənə də true hətta true veririk. Aha. O true'nu necə verəcəyik sizcə? Ha, oradan bir dəqiqə şu. Heç nə də complete-dən çəkirik, bir dənə true veririk də mənə deyirəm. Necə? Ha, complete yazılıb. Ha, oradan bir dənə çəkirik, true veririk. Necə true veririk? Nə Ha, yazacağam bir bura? dənə true yaz. Print string. Ha, Okay. orada da true yazırıq. Yox. Mən buradan bu teksti oxumasını istəmirəm. Buradakı teksti oxumasını istəyirəm. True tekstini oxumasını istəyirəm. Sizcə necə Hə, eləyə bilərəm? onda truedan ayırırıq onu şeyə çəkirik. Delaydan sonra. Yox. Mən bir söz necə? Bax, buradan siqnal yollayır. Aha, Can yellow false verir. False-a gedir. Fikir verin. aha. False-a. İndi mən burada can yellow-u true-ya çəkməliyəm ki, Hə, ikinci siqnal gələndə yuxarıya getsin. Sizə necə ya. eləyə bilərəm? Onda onu bağlayırıq trueya. Düzdürmü? Hətta onu da bağlayırıq trueya da. Nəyi bağlayırıq? Ha, o complete yazılıb ha. Aha, Bağlayırıq onu trueya. bura Branch. Hə, bağlanmırıq. bağlanmır. Onda print string-i ayırmalıyıq. Hansın? Print string yuxarıdakı. Mhm. Tutaq ki, bunu complete. Hə, complete-i ay hə yox, deyən çaşdım. Okay. İndi gəlin başa salın. Hə, İstəyirsinizsə başlayalım. yaxşı. Hə, Okay. yaxşı. Tuta Eee, mənim deməli. hə, heç bir problem yoxdur. Şeydir, unutmayın. Siz artistsiniz, developer deyilsiniz. Yavaş-yavaş. Hı, Bax indi. Burada biz dedimi bayaqlar iki tip şey var. Eee, branch, yəni iki tip dəyişkən şey var, forması var. Bir get, bir set halında. Fikir verin, bunda tik var. Amma bunda tik yoxdur. hə, Mən bu nudu gətirirəm, çağıram burada aha, və true verirəm. İndi bax bir dənə məntiq oxuyaq. Oyun siqnal verdi, 1 saniyə gözlədi, branch. Branch hal-hazırda false-dur. Ona görə də false qolundan gedəcək. aha, Ekrana yazdıracaq, 1 saniyə gözləyəcək, sonra can yellow text true-ya gedəcək. İndi hı, sonra buradan təzədən text gələcək. Bax fikir verin, təzədən siqnal gələcək. Bu dəfə bu true olduğu üçün avtomatik olaraq yuxarı qoldan gedəcək. Vəsə. Okay. İndi yoxlayaq. Sonra deyən, sonra gəlin bura bir dənə də verək delay. Burada texti false verək ki, bura gəldikdən sonra false gələcək, avtomatik olaraq yenə aşağı düşəcək. Gəlin indi bir dənə yoxlayaq. Burada da dövr eləyəcək belə Aha, görürsən. dövran eləyəcək. True, false, true, false. Gəlin bir dənə yoxlayaq. Oyunu başlatdım. False gəldi. True gəldi. True, false. Okay. True. Bir dəqiqə, 2 dəfə true gəlir. Gözəl. Bir dəqiqə, burada əslində 2 dəfə, bir dəfə true gəlməlidir. Bir dənə görüm nədir? Xətam. Bir saniyə. Gəlin bunu buradan ləğv eləyək. Zaten bir dəfə delayımız var. Ehtiyac yoxdur. Okay. Gəl baxaq.
Oo, bir saniye, bir saniye. True, false, true, false. Hmm, okey. Böyük ihtimal delaylar birbirinden karışır. Ona göre de problem. Bir saniye. Hop. İndi baxaq. False, true. False, true. False, true. False, true. Okay. True'nun da şeydi getməmə səbəbi burada 10 saniyədir. Bunu 1 saniyə çəkək. Okay. İndi gəlin bir tür də o məntiqi oxuyaq. Bayaq kiçik bir xəta oldu, düzəltdik. Bir eventik hər 1 Aha. saniyədən bir siqnal yollayır. Branch false'a gedir. False korunda false print olur. Sonra can't yellow true'ya gedir. Sonra təzədən siqnal başa qayıdır. Yəni bura tikdən təzədən siqnal gedir. Gözləyir. Tick yellow burada true elədiyi üçün yuxarı qola gedir. Yuxarı qoldan false'a qayıdır təzədən can't yellow. Məntiqi tutdunuz? Əslində səhvimiz məncə şeydə idi. Yuxarıda Delaydaydı. oxuyan delayda. Aha, delaydaydı. Okey. Sizin ardı səhv elədiyimi düşündünüz? Mən deyə bu yuxarıdakı set var. Aha, Ən sağda. Elə bildim orada qalçıqan qoymamışıq. Bir dənə qalçıq qoy ora. aha. Baxa görən göstərir. Ee, onda burada belə bir şey olacaq. Burada true getdiyi üçün yenə true getməyə davam edəcək. Gəl bir dənə baxaq. Bir dənə false verəcək, sonra true gedəcək. False, true, true, print. Ancaq true'dur. Şey. Okay. Amma bunu bağlasaq false, true, false, true. Görürsüz? Aydındır. Beləncə. Necə bir şey eləyə bilərik? Necə bir şey eləyə bilərik? Okay. Bu da getdi, bu da getdi. Tamam, baxaq. Sonra gəlin belə bir şey eləyək. Burada görürsüz fərqli-fərqli hal-hazırda biz bu bolunu keçmişik, bu bolunu keçmişik, bir də branch keçmişik. Burada fərqli-fərqli fikir verin. Or bolum var, and bolum var, not bolum var, and not and bolum var. Fikir verin. Sizcə bunlar nə ola bilər? Or. Yəni or yəqin şeydir də, o birisi yoxsa bu birisi. Aha, Belə bölüşdüm. And bu da olsun, o birisi də olsun. okay. Təxmini adlarla not, yəni olmasın. Mhm. Mən də bilmədim, yalan deyirəm. Okay. Gəlin məntiqlərini başa salaq. İlk olaraq gəlin notdan başlayaq. Not nə idi? Notdan başlayaq. Burada necə bir şey yazmışdıq? Can yellow, bax fikir verin. Can yellow nədir? False-dur, true-dur. Burada false idi. False olduğu üçün avtomatik olaraq false çıxışından getdi. Amma biz buna gəlsək, buradan qoluna, qırmızı qolundan tutsaq çəksək, not bolun yazsaq. İndi burada belə bir şey olacaq, belə əcaib bir şey olacaq. Can yellow deyirik ki, notdumu? Yəni tərs şeydir, belə deyim də. False-dursa, false deyilmi? Əslində bir söz necə? Burada can yellow'da false-a gedirdisə, indi burada can yellow'da true-ya gedəcək. Gəlin bir dənə yoxlayaq. Bax, true gəldi. Bax, true gəlməyə davam edir. Bax, ancaq true gəlir. Səbəbi də can yellow'un tiki false-dadır. Biz deyirik ki, can yellow notdumu? Yəni False yox, true olsun. false-dumu? Can yellow false-dumu? False-dursa avtomatik olaraq true-ya gedir. Ta ki ben bunun tikini dəyişdirsəm, bax tərsini elədim bu səfər. Başlayacaq yenə dövran eləməyə. True, false. True, false. Görürsüz? Beləncə.
İndi bir dənə belə bir şey necə edə bilərik, necə edə bilərik, necə edə bilərik? Okay. Mən bu or and and-i saxlayacağam çünki biraz başınız qarışa bilər. Hı -hı. Burada məntiq necədir? Məsələn, or bolunda biri true verirsə, dəyər true gedir. 2 dənə false varsa, 2 dənə false dəyişkən varsa, dəyər false olaraq gedir. Və ya bir false, bir true varsa yenə true gedir. Və ya 2 dənə true varsa yenə true gedir. Belə bir məsələ var. Hı And-də -hı. isə 2 dənə dəyişkən düşünün. İkisi də false-dur. İkisi də false-dursa, yox, bir dəqiqə. İkisi də false-dursa, yenə false çıxış verir. Bir true, bir false-dursa, yenə false verir. Yəni yox deyir. Hı İkisi də -hı. true-dursa true verir. Bir false, Ha, bir true-dursa yenə false verir. Bir true, bir false-dursa yenə false verir. Belə bir məsələdir. ha, Yəni aydın. bunu inşallah şeydə biraz daha yəni bir sonraki dərsdə daha detallı keçəcəm. Onsuz belə deyim, Blueprint dərsi bir günə keçiriləcək bir şey deyil. Çünki bayağı Yo, detallı. tabii. İçində Unreal-ın içində bildiyim qədərindən görsən neçə dənə node var. Yəni bir dənə də dəqiq bilmirəm. Baxaq görək həqiqətən Unreal-ın içində neçə dənə node ola bilər. Çiftdən maraqlına. Hı -hı. Gəlin baxaq. Baxaq. Görək nə qədər node var. 30-50 adet. 500 plus, 1000 plus. Bir dəqiqə. De yaklaşık 6-8 bin. 6-8 min hardasa. Bu da hamısını öyrənmək, yəni çox mümkünsüz bir şeydir. Çünki gərək fərqli-fərqli hamısının bir-birindən customizasiyası var, Hı əlaqəsi var. -hı. Belə deyim də, bir məsəl 2 noddan fərqli bir şeydə necə deyirlər, variant qura biliriksə, görün 6000 noddan necə bir variant qurmaq olar. Çox əcəb-əcəb Tabii ki. formalar. Buna misal olaraq bir dəqiqə parsec açım. Parsecdən ofisdə PC-yə bağlanım. Oradan da bir şeylər göstərirəm en azından. Okay. Bu qalsın, bu qalsın, bu qalsın. Bunları hələ ki qoyuram bura. Okay. Tamam. For loop qalsın. For loop da biraz başınızı qarışdıra bilər hələ ki. Biz belə deyək də, bir oyuna hazırlanmasında lazım olan bütün blueprint hissəsini də belə keçəcəyik də yəqin ki, Aha, bəli düzdürmü? keçəcəyik. Təbii ki də keçəcəyik. Hı. Okay. Tamam. Bura qədər bir sualınız var. Məsələn, event begin play'dən, event tickdən, print stringdən, Əslində yoxdur delay, da. golden Yoxdur. set. Okay, okay. Tamam. Unutmayın. Gün içində, yəni gün içində deyəndə nə vaxt istəsəniz yazın. Məsələn, deyək ki, bunun funksiyası nədir, bunun funksiyası nədir? Problem yoxdur. Kömək edeyim. Yəni, Mən təkcə məsələn indi dərs olaraq səndən almıram da. Mən özüm vaxt tapdıqca ha, bilirəm, YouTube-dan bilirəm. ki, daha detallı olsun, Okay. daha yaxşı öyrənə bilim. Əla. Hə, yəni əslində çətinlik çəkəndə prinsipcə YouTube-da və yaxud da nə bilim ChatGPT-də şey eləyə bilirəm, araşdırma Aha. eləyə bilirəm. O çox gözəl bir şeydir. Həqiqətən eləyin. Yəni, belə deyim, gündə məsələn 1 saat, 2 saat dərs keçsən belə də siz yenə ekstradan bir şeylər öyrənməyə çalışın. O çox Hə, artıqdır. işdə boş vaxtım olanda, prosta indi işdə bir dənə problem şeydir də, bu proqramı yaza bilsəm daha yaxşı olar mənim üçün. Yəni işdə məsələn boş vaxt olanda şey elə. Evdə prinsipcə boş vaxt demək Tövsiyəm, olar. parsec də qura bilmirsinizsə, Yox, heç nə. ayda bu iş yeriniz biraz acayip imiş həqiqətən. Hə, o əslində banklarda, çox belə şey yerlərdə, korporativ şey olan yerlərdə elə olur. Şirkətlər olaraq, şirkət olaraq. Banklarda da elədir. Məsələn, hər Aha. sayta girə bilmirsən, hər yerə girə bilmirsən, icazə Limitləyirlər yoxdur. də, hər şeydə limitləyirlər. Hə. Yəni çox acayip bir şeydir. Yəni nə bilim. Hətta tipa guya şey, nədir o, qorunmaq üçündür. Mən istədiyim faylı istədiyim vaxt rahat Yeyirsən. çıxarda bilirəm Sen əslində. yemek ye, ben de geliyorum aga. Ha. Gəlin bir dənə də node var. Onu da öyrədim. Sonra şeydir. Bu nodlarla kiçik bir məntiq qurmağa çalışaq. Yəni necə deyirlər? Sizə kiçik bir task verəcəm. Hı Amma -hı. şeydir, sizin köhnə taskınız olduğu üçün onun deadline'ı var deyə bu task kiçik bir task olacaq. Sadəcə Hı -hı. məntiqi başa düşməyiniz üçün.
İndi bir dənə də nod var, onu öyrədim. Sequencer adında. Sizcə Sequence. sequencer. Sizcə funksiyası nə ola bilər? Bax, fikir verin, burada üstə gələk var. Ədləyə Hı. bilirik istədiyimiz qədər. Qollar var fərqli-fərqli. Bax, fikir verin, Zen 1, Zen 2, Zen 3. Sizcə nə ola bilər bunun funksiyası? Eyni vaxtda bir neçə proses getsin kimi başa düşdüm. Düppədüz dediniz. Bax, indi Hə? fikir verin. Ay, Misal, başım misal. işləyirmiş. Bunun əsas məqsədi bilirsiniz necədir? Misal, deyək ki, mən kodu beləncini yazmışam. Beləncini. Bir də kodu beləncini yazmışam. Bir saniyə. Bunları istədiyimiz kimi, bu pinləri istədiyimiz kimi əlavə eləyib, sağ kliyə basıb removelaya bilirik istədiyimiz kimi. Fikir verin. Beləncini. Bir belə, bir də beləncini əlavə. Dur. Okay. Okay. Sizcə bu yazılışdan, bu yazılışda nə olur? Bir dənə prosesi mənə başa sala bilərsiniz. Burada Baxın. oxuyun bir dənə bu kodu. Ha, deməli, başlayan kimi true gedir. Yəni Düzdürmü? true gedir, yoxsa true texti yazılır, print string. Fikir verin. Hə, true text yazılır. Okay. Sonra bir saniyədən sonra da false yazılır. Yox, burada delay yoxdur, unutmayın. İkisi də bax. Oyun başlayan kimi ikisinə də Hə, avtomatik siqnal üst-üstə gedir. üst-üstə İkisi də eyni düşür. anda. İndi gəlin bir dənə baxaq görək nə olur. Üst-üstə düşür yəqin. Bax fikrim true false. Hə, Bax, true false. Görürsüz? şu. Aynen. İndi gəlin bunu yuxarıdakına bağlayaq. Sizcə burada nə baş verəcək? Eyni şey olacaq da məncə. Aha, düppədüz dediniz. Görürsüz? Eyni şey. Bu sequencer node nə işə yarayır əsasən? Yəni bildiyiniz əsasən bu təmiz kod yazmaq üçün istifadə olunur. Bir də bəzi nodlarda bağlanmır. Bəzi nodlar bir-birinə bağlanmır və ya bağlananda sadəcə bir dənə qol bağlamağa imkan tanıyır. Aydındır. Onda sequencer nodunu istifadə eləyərək sizə iki qol ayırmağa imkan verir. Daha çox kastomizasiya üçün istifadə olunur. Çox gözəl nodlardan biridir. Həqiqətən də belə deyim də kodlamada çox istifadə edəcəyiniz nodlardan biridir. Hı -hı. İndi gəlin misal bir dənə parsec görünür də sizdə. Görünür. Bir dəqiqə ofisdə PC gəldi. Tamam. Bir dəqiqə. Yox, bir saniyə. Bir xəta ola bilər. Hayda. Aha. Kompüterin beyni error verdi. Düzəldi. Öz kompüterə qoşuldum. Kompüterdən kompüterə qoşuldum. Belə bir əcayiblik oldu. Demək, bu hal-hazırda ofisdə PC-dir. Okay, settingsdən bir dənə ekran size-ını düzəldim. Demək, parsec açıq qalıb bu iş. Xəbərim olmuyor. Okay. Buradan kitabdan göstərə biləcəyim. Lastravda da göstərə bilərəm və yaxud Jupyterdən göstərə getirsin ya. Ən rahat. Açılsın. Bu arada sizdə rəssamlar bir zəifdir elə bir. Rəssamlar. Şey deyirsiniz. Bu arada şeydir. Süni intellektdir. Rəssam deyil. Özüm 3D artistəm, 2D artist deyiləm deyə əsasən artları GPT ilə eləməyə çalışıram. Belə deyim. Belə deyim də, mən oyununuza baxıram, analiz edirəm də. Əslində yaxşıdır ideyazat, amma səhnələrdə yoxdur, biraz belə necə başa salım? Art yoxdur, belə Bunu deyirsiniz, bu level deyirsiniz yoxsa? Yox, ümumi də oyununuzun Ola bilər. Yəni məsələn, bir-iki problemlər var. Məsələn, nədə problem var? O divara çıxanda şeydə görmüşdüm, LinkedIn-də görmüşdüm. Divara çıxanda pəng-pəng nəsə belə bir şey gəlir ha. Pat yazsa, bir saniyə. Pət-pətə.
Ya burada problem var deyirsən. Şeyində. O fiziklə əlaqəlidir. Hı -hı. Bunu deyirsən? Hə. Bunlar göz yorucudur, çox göz yorucudur. Hə, bunu çoxa da mən feedback vermişdi. Bunları fixləyəcəyik. Sonra sonra o gəzəndə o şeylər var ha. Arxasından çıxan Mhm. nədir o? Effektlər, toz Hə, effektləri. tüstülər tutaq ki, hə. Mhm. Onlar elə bir ki, gəlir, tökülür, qalır yerdə. Onlar biraz tez yoxa çıxmağa daha Ha, yaxşı onlar olar. delay time'ını ayarlamaq olar, düz deyirsən. Misal. Hmm. Bəlkə. Mən İndi gəl. özüm oyun çox oynamışam deyə, Ha. səhv olanda, nəsə şey olan, gözə xoş gəlməyən hissələri sırası tuturam. Mhm. Allah, çox gözəl. İndi misal olaraq hal-hazırda bir dəqiqə burada misal nəyi göstərə bilərəm? Elə ən yaxşısı karakterin portretini göstərim. Okay. Hal-hazırda burada notların çoxu kapsullanıb. Bax fikir verin. Fərqli notlar var, fərqli-fərqli funksiyaları var. Hər hamısının özünün fərqli-fərqli funksiyaları var. Məsələn, event tikin yerinə məsələn belə bir not var, daha optimizədir. Timer, Biz buradan bayağı time ayarlaya bilirik də, neçə saniyədən bir təkrarlanmasını istədiyimiz kimi ayarlaya bildiyimiz bir not var. İnşallah bunu da keçəcəm. Bu body simulate-dəndir, bu biraz qarışıqdır. Bunu göstərməyim. Məsələn, karakter crouch var. Serverlə əlaqəlidir. Burada online məsələ var, online server məsələsi var. Məsələn, bizim inputlarımız var, player inputları. Məsələn, buna əsasən inputdan, yəni klaviaturadan gələn dataya əsasən kodu çalışdıra bildiyimiz bir funksiyadır. Misal. Sonra başqa misal, məsələn, tick var. Event tickə də məsələn funksiyalar var. Məsələn, is clipping node var. Is clipping node funksiyası var. Branch true gedir. Fikir verin Hı. bu şəkildə. Məsələn, bir dənə tutaq koda baxmaq istəyirəm. Mhm. Divara yaxınlaşanda çıxma effekti, yəni daha doğrusu çıxmanı başlasın. Mhm. Hə, onun koduna baxmaq istəyirəm məsələn. Divara yaxınlaşdıqda yox, əslində jump'dır o. Bir dəqiqə. Clean buraya yazmışdım yoxsa? Divara yapışır elə bir. Okay, okay. Bir saniyə. Clipping system. Bax burada. Okay. Bu ümumi kod Mhm. divara çıxmanı şeylir də elə bir ki. Bəli, bəli. Burada əslində bunlar makrolardır. Yəni makroların içində də biraz kod var. Bu kiçik bir koddur, amma məsələn bu biraz daha geniş bir koddur. Fikir verin. Böyüdüm. Bax burada əslində line trace, yəni lazer dediyimi, bayaqların lazer məntiqi. 3 ədəd lazer var və bu 3 ədəd lazer fərqli funksiyalara yarayır. Biri divarı yoxlayır, biri yuxarı çıxıb tamamlanmağı yoxlayır. Məsələn, divarı çıxdı, düşə yuxarıda wall yoxdursa, ajet dırmaşma, yəni necə deyirlər, tutunub dırmaşma animasiyasına keçir. Bu isə bildiyim qədərilə bir saniyə, bir dənə baxım. Gələn isə bu isə dırmaşmanı başlatdığı animasiyadır. Yəni divara gəldin, boşluğa bastın, əgər qabağında bir wall varsa dırmaşmaya keçir misal. Məsələn, bax burada is clipping node-dursa və burada gələn hit wall true-dursa və burada da true verir. Burada da true verir. Avtomatik bu true-ya gedir. Staminamız var. Karakterin stamina məsələsi var. Karakterin staminası sıfıra bərabərdirsə, sıfıra bərabər deyilsə, true-ya gedir. Staminanı aktive eləyir. Clipping, climbing aktive eləyir. Stamina minusu başladı. Yəni staminanın düşmə sistemin başladır. Belimizdə, karakterin belində olan. Bir saniyə. Karakterin belində 2 dənə progress bar görürsüz. Görünür o. Ha, görünür. Soldakı staminadır. Sağ tərəfdəki can barıdır. Misal bax, hazır. Boşluğa bastım və hal-hazırda climbing-ə keçdi. Və staminamızdan yeyir. Bax, fikir verin. Yavaş-yavaş düşməyə başladı. Bax, odur. Aydın. Və burada movement mod var. Movement modda hansına keçsin? Bax, fikir verin, fərqli-fərqli movement modlar var. Walking, nav mesh walking, falling, swimming, Aydın. flying, custom. Custom əsasən daha fərqli funksiyalar üçün. Misal,
dırmaşma və yaxud digər funksiyalar. Mən əsasən falinqi dırmaşmada yazıram. Misal burada fikir verin. Bu koddan mid and head line trace var, Hı -hı. makron. 2 dəfə çağırmışam. Fikir verin. Hı -hı. Bir dəfə də yoxlamaq üçün çağırmışam. Animasiyanı oynadır. Delay var. Sonra təzədən eyni kodu bir dəfə də çağırmışam. Fikir verin. Karakter movement modu flying'a çevirmişəm ki, dırmaşa bilsin karakter. Bir də bu əsasən necə deyirlər? Animasiya modunu dəyişdirmək üçün istifadə olunur. Məsələn, burada line trace'dən çıxışı almışam. Lokasiyasını və normalını çəkmişəm. Normal datasını çəkmişəm. Bizim lazerin vurduğu yerin lokasiyasını, normal datasını çəkmişəm. Beləncə, misal. Bu kodun məsələn yazılması nə qədər vaxt gedib? Kodun yazılması burada yazılan bu qədər kod hardasa bu kodlar, bir də bu məsələn play controller'da da eyni kodlar var. Ya eyni kodlar deməyək, daha da şeylər, ekstra kodlar var. Hardasa 2 ay, 2 aydır hardasa yazılır, qurtarıb. Buradakı bütün səhnədə olan meşlərin kodları falan filan. Hmm. 2 aya. 2 aya bir nəfər, yoxsa 2 komanda aya işləşir? yox, 2 aya bir nəfər. İndi hal-hazırda bu kodlar onlayn tərəfə keçirilir. Yəni mən yazmışam, dostum hal-hazırda onlayn tərəfə keçirir. Misal funksiyalarına var. Məsəl bunlar aldıqda, istifadə etdikdə fərqli funksiyalar. Məsələn bu kamera lent verir. Misal. Məsələn burada portal gun var. Bir dəfə sıxdın, portalın birincisini açır. 2 dəfə sıxdın, portalın ikincisini açır və əlimizdəki mesh gedir. Biz yaxınlaşanda biz avtomatik teleport edirik misal. Fikir verin. Əslində maraqlı oyundur. Hekayəsi olacaq, yoxsa? Hekayəsi indi bax göstərəm. Hekayəsi necədir? Biz fərqli bir uzaylı mədəniyyətiyik. Uzaylı mədəniyyəti və bizim gəzegənimizdə, bizim planetimizdə bizim oksigen mənbəyimiz, yəni hava aldığımız mənbə qurtarır. Bunun üçün fərqli qurtarmağa başlayır. Biz də fərqli planetlərə səyahət edərək oradan necə deyirlər, oksigen toplayıb öz planetimizə gətiririk. Bir gün 4 qrup halında kəşfiyyata çıxırıq. Kəşfiyyata çıxarkən bir planet tapırıq. Və o planetdən necə deyirlər, bizə lazım olan şeyləri toplayanda qəzaya uğrayıb və planetə düşürük. Bir yarığa, bir fay hattına düşürük. Və oradan çıxmağa çalışırıq. Təbii ki də oyunun ekstra necə deyirlər, core loopu, yəni gameplay loopu. Climbing də interaction sistem, yəni lootlamaq, itemları. Və onlardan istifadə edərək adadan qurtulmaqdır. Beləncə. Sinematik hissələri var, yoxsa yox? Oyunun hələ sinematik hissələri yox, hələ yazılmayıb. Yazılacaq təbii ki də. O işte sonda olan proses məncə. Misal fikir verin, Gravity Gun. Fikir verin. Meşlər uçur. Uçdu getdi. Hə, atma mexanikası. Misal başlı tuturam. Bir şey çıxardır. Bu oyun motoru şeylərdən əsasən Battle Royale oyunlarında belə xətt çıxardır. Onun kimi bir line trace atır və buraxanda o istiqamətə meşə atır. Misal. Bir də onun belə güya tipa şey var, silkələnir. O mənə elə gəlir daha tez və belə bir şey olmalı idi. Nə? Hansı? Məsələn, çəkib saxlayırsan, Aha. O niyə belə gəlir ki? Necə? Yəni şey deyirsiniz də, yəni dizgin bu xətti deyirsiniz, yoxsa necə? Xətt mənə elə gəlir ki, bax çəkəndə dayansın, çəkilsin, qırmızı olanda belə tərpənsin yerində. Bir növ şey. Eləmək olar. Elə Onsuz bu kodlar update olunacaq. Hələ çox update olunacaq şeylər var burada. Bu səhnədə hələ çox şey updatelənəcək. Məsələn, bəzi meyvələrin funksionallığı yoxdur, misal olaraq. Beləncə. Misal məsələn bu item var. Bu bizim qurtulmamız üçün olan bir itemdir. Bunu sol kliyə basıb use'laya bilirik. Açılır. İçinə gəlib istifadə edə bilirik. Hop, təbii ki də input-u default eləməyi unutmuşam. Məsələn, karakter gedir, öz-özünə gedir. Remove'laya bilirəm təzədən eyni meşi. Removelanır beləncə. Və götürüb istifadə edə bilirəm təkrar. Başqa burada belə bir meşimiz var. İstifadə edəndə bizə necə deyirlər? Jetpack verir. Fikir verin. Və bundan uça bilirik. Təbii ki də staminası var. Beləncə.
Misal, ya bunların hamısı kodla yazılan bir şeylərdir. Qalan effektlər, zadlar niyə qaradır? Onlar da niyə qara dərsin? Beləncə. Onlar hər şey. Ki, Beləncə. Ümid edirəm daha şeydir, biraz daha anlaşılan bir şəkildə başa sala bildim. Əgər yo, əslində prinsipcə təxmini şeyin başa düşdüm okey, blueprintin. Mən ümumiyyətlə vaxtı qədər blueprintin məntiqini tuta bilmirdim. İndi amma okey. tutdum ki, yəni təxmini necə bir şey. Məntiqin tutmağa başladıqca yavaş-yavaş formalaşacaq. Ha, təbii ki. Təbii ki də unutmayın, bunlar sadə kodlardır. Ən sadə kodlardan biridir. Hı. Yavaş-yavaş irəlilədikcə kodlar ağırlaşmağa başlayır. Amma belə deyim də, məntiq tutduqdan sonra kodun məqsədini anlaya bilirsiniz. Məsələn, elə nodlar var ki, məsələn, bəzilərini mən də anlaya bilmirəm. Onun üçün gərək araşdırım, funksionallığını öyrənim, sonra başlayım o nodlarla işləməyə. Ha, araşdırmanı eləyəndə ümumiyyətlə harda edirsən? YouTube-da yoxsa Əsasən ChatGPT-də? YouTube'dan da araşdıra bilərsiniz. Məsələn, nodun adını yazın, fonksiyonallığını elə də tapa bilərsiniz. Unreal Community var. Hı -hı. Unreal'ın insanları tərəfindən, yəni məsələn bir funksiya, məsələn bir node var, bir necə deyək, variable var və ya bir necə deyək kod var. Onu burada yazaraq necə istifadə edə biləcəyinizi öyrənə bilərsiniz. Məsələn, Məsələn, yazaq ki, Delay yazaq. Unreal, yox, bir dəqiqə. Unreal, məsələn, Delay. Məsələn, bax, Delay. Documentation Unreal 5.6. Hı Gəlirəm, -hı. girirəm bura. Bax, çıxışı var, duration'ı var, time ayarlaya bildiyimiz, completed paneli var və burada da kiçik bir info verir. Hı -hı. Ha, aydındır. Beləncə, misal, ən sadə. Məsələn, bunlar ən sadələrdir. Burada dokumentasiyalarda fərqli-fərqli şeylər var. Bax, fikir verin. Learning Hı. paneli də var. Unreal Engine özünün learning paneli də var. Community tərəfindən, insanlar tərəfindən paylaşılan, necə deyirlər, Pull ə, requestləri. də fərqli-fərqli learning şeylər var. Məsələn, Unreal Rig var, Control Rig var, Modular Rig var. Məsələn, Chaos Vehicle var. Fərqli-fərqli şeylərdir. Əslində hər şey var ya burada. Mhm. Biz baxıb da eləmək olar eynisini. Məsələn, belə bir şey var. Niagara var. Fikir verin. Multiaction. Ha. Adam bir dəqiqə baxım. Modelinqə gəlib, modelingdən shape əlavə edib, bir plugin qoyub, yox bir dəqiqə. Asset generation modu auto generated world. Ha, auto generation world edib. Bir saniyə. Buradan static covered options. Bax buradan mesh'i, static mesh'i skeletal mesh'e çevirib, yəni iskeletə çevirib. Sonra control rig yaradıb. Çox acayip. Control rig yarattıktan sonra new control deyib bir dənə control yaradıb. Böyük ehtimal meşi idarə eləmək üçün. Scale dəyəri ilə oynayıb bu control rigin. Aha, bax fikir verin. Artıq bunu idarə eləyə bilirik biz meşi. Get control deyib, set bone deyib. Bura bir dənə node yaradıb. Beləncə kontrol eləmək üçün, idarə eləmək üçün. Oyda. Hə, bax burada material hissəsi fikir verin. Hə, material səsini burada işləyib konkret. Material hissəsində bayağı detaylı yazıb. Bax fikir verin. Buranı zoomlaya bilsəydim, ya zoomlaya bilsəydim bayağı göstərərdim. Təəssüf istədiyim kimi zoomlaya bilmirəm. Nəysə. Burada bayağı detaylı şeylər var. Bax bu material, bax bu bir dəqiqə biraz yuxarı çıxım. Çox getdim. Bu material bunlar fərqli-fərqli funksiyonların içində yazılıb. Bir saniyə. Və finalda bunu göstərir. Bax fikir verin. Görürsüz? Hmm, Bax fikir verin. Və Allah, sonra bir az Niagaranı yaradır. Niagaradan spam mesh falan filan ayarlayır. Və yekun bax belə bir şeydir. hmm. Həqiqətən çox mükəmməl bir şeydir. Və bunu control rig-lə idarə eləyir. Fikir verin. Hə, sağa sola çəkdikcə. Bunu animasiyalarda da istifadə eləmək olar. Görürsüz? Misal. Səviyyə.
Əla. Mesela çok özel bir şeydi. Ben bunu bir sınayacağım. Belki LinkedIn'de paylaştım. Belki LinkedIn'de Elə paylaştım. şeydə, nədir o? Elə adam gedəndə çıxan üstünə belə eləmək olar əslində. Tabii ki de elemiyorlar. Bir saniye. Discord niye açıldı? Ben bunu sevmedim. Okay. Misal. Ya Unreal Community 1'di. Yani kömək olacaq şeylerden biriydi. İkincisi YouTube'du. YouTube'da O heç. istemediğiniz kimi tutorial var. Mesela bir mexanikanı bilmək istəyirsiniz, öyrənmək istəyirsiniz. İstədiyiniz kimi mexanikanı öyrənə bilərsiniz. Misal bayaq ayaqladığımız kimi. Mesela Unreal Engine var bir dəqiqə. Mesela Delano'dur. Təzən baxaq görək necədir. Mesela Delano'dun göstərir. Bəzi videolarda farklı formalarda göstərir. Mesela 28 saniyəlik bir şey görüb video paylaşan var. Ən sadə. Mesela 6 dəqiqəlik nut paylaşan var. Misal video. Hı, Beləncə. aydın. Bir dakika. Üçüncü de vardı aslında. Dikkatim bozuldu bir saniye. Ha, elə bunlar bir dənə də yer vardı. Oranı unuttum. O da yadıma düşəndə deyərəm inşallah. Hə, qalsın, problem deyil. Bir də əgər sizə balaca bir tövsiyə, bir dəqiqə. Əgər məsəl ingilis dilində biraz bir dəqiqə, əslində bu deyildi. Bir saniyə. Ha, okey. Əgər necə deyirlər, videoları Azərbaycan dilində istəyirsinizsə, belə bir kanal var GamePons adında. Burada Aydan Əliyev adında bir şəxs var. Çox gözəl videolar paylaşır Azərbaycan dilində. Game Pons, baxaram. Aha. Buradan da tutoriallara baxa bilərsiniz. Həqiqətən çox kömək eləyəcək sizə. Əla. Mən ümumiyyətlə genəldə ruslara baxıram. Hı Rusların -hı. dediyini tam başa düşürəm də, tuturam elə Hı bir. -hı. Buna da baxaram, görüm o uyğun olsa elə bundan da arada bir Okey. nəzərdə keçsə. Bunu da göndərim sizə. İş olanda baxarsınız. Hı -hı. Okey, belə. Bu arada Aydan Aliyeva Azərbaycanda Unreal-ın müəllimlik sertifikatını almış müəllimlərdən biridir. Və Hmm. hal-hazırda adam, belə deyim də, Hollandiyada hal-hazırda Unreal Engine-ın öz dərsini keçir. Də bildiyin dərsini keçmir. Yəni orada tələbə kimi gedib orada şey eləyir. Dərs keçir. Pulsuz bir şəkildə. Əla. Dövlət şeyinin adı ilə. Əla. Təqaüd proqramı da qısaca. Xoş Beləncə. zət. Bugünlük bu qədər. Nəsə sualınız olsa, buyurun deyə bilərsiniz. Əgər yəni sonradan yaranırsa heç bir problem yoxdur. Nə vaxt istəyirsiniz yaza bilərsiniz. Boş olan kimi sizə cavab verəcəm. Beləncə. Hə, heç bir şey. Sağ ol, çox sağ Okay. ol, Siz də minnətdaram. sağ olun. Bu qədər. Görüşərik. Salamat, sağ ol. Sağ ol. Beləncə. Kaan nasıldın? Nasıldın Magam? Nasıl?